İnkişaf etməkdə olan kiçik ada dövlətləri haqqında keçirilən beynəlxalq sessiyada şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizmin gələcəyi müzakirə olunub. Ada şəhərləri dayanıqlı və davamlı urban gələcəyin formalaşdırılmasında necə liderlik edə bilərlər mövzusunda keçirilən tədbirdə iqlim dəyişikliklərinin sahilyanı şəhər və ərazilərə, kiçik ada dövlətlərinə kəskin təsirləri, qlobal istiləşmənin fəsadları, dəniz və okeanların səviyyəsinin yüksəlməsinin və plansız urbanizasiyanın yaratdığı təhlükələrin günbəgün artdığı bildirilib. Tədbirdə Maldiv, Qayana və Papua Yeni Qvineyanın infrastruktur, mənzil və şəhərsalma nazirləri, həmçinin Asiya İnkişaf Bankının təmsilçiləri və İspaniyadan gəlmiş coğrafiyaçılar diqqət çəkən məqamlara toxunublar. Ekspertlər qeyd ediblər ki, sahilboyu ərazilərin eroziyası və təbii fəlakətlər həm yaşayış məntəqələrini təhlükə altına qoyur, həm də iqtisadi stabilliyi ciddi risk altına alır. Vurğulanıb ki, qlobal miqyasda 1 milyarda qədər insan qeyri-formal yaşayış məntəqələrində yaşayır və bunun böyük qismi məhz kiçik ada dövlətlərinin payına düşür. Sessiyada dayanıqlı və əlçatan mənzil təminatı, iqlimə davamlı şəhər və şəhərkənarı infrastruktur, eləcə də inklüziv şəhər planlaşdırılması əsas prioritetlər kimi önə çəkilib. Bir sıra ada dövlətlərinin təmsilçiləri ölkələrində mövcud real problem və aktual çətinlikləri səsləndiriblər. Müzakirələr zamanı innovativ maliyyələşdirmə mexanizmləri, icma əsaslı idarəetmə və qeyri-qanuni yaşayış məntəqələrinin yenidən qurulması ilə bağlı təkliflərlə səsləndirilib. İştirakçılar regional əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıqların dəyişkən iqlimə dayanıqlı şəhərlərin qurulmasında mühüm rol oynadığını bildiriblər. Sessiyanın yekununda əldə olunan nəticələrin VUFON 3 sənədinə daxil ediləcəyi və COP31 çərçivəsində gələcək beynəlxalq öhdəliklərə töhfə verəcəyi məmnunluqla vurğulanıb. Solomon adalarını təmsil edən iştirakçının innovativ və musiqili səhnə nümayişi isə alqışlanıb. İstər şəhər salma proseslərində, istərsə də dünyadakı mövcud digər bütün qlobal problemlərdə onlar dünyanı özləri ilə bir olmağa, səslərinə səs verməyə çağırırlar.